İndi isə daha ətraflı müharibə xüsusilə cəmiyyət üçün çətin sınağa çevrilib və böyük şəhərlərdəki İranlılar kəskin artan qiymətlərdən əziyyət çəkirlər. Bu barədə Alman İnformasiya Agentliyi yazıb. Agentliyə danışan Tehranda elə də böyük olmayan supermarketi olan 40 yaşlı sakin əksər məhsulların qiymətinin az qala hər gün artdığını söyləyib. O deyib ki, hər dəfə yeni sifariş verəndə qiymətlərin niyə daima artdığına təəccüblənib. İdxal mallarının və siqaretlərin qiyməti xüsusilə sürətlə artır. Alıcılar daima qiymətlərdən şikayət edirlər, amma hələlik bununla barışmalı oluruq. Satıcı insanların yalnız ilkin tələbat malları aldıqlarını deyib. Çox ailələr müharibələrdən yorulublar. Tehranın milyonlarla sakinin yuxusu şəhər üzərindən uçan qırıcılarla və ya bombardmanlarla pozulur. Bir taksi sürücüsü isə depoya müxbirinə deyir ki, ət, toyuq və meyvələrin qiyməti hər 2-3 gündən bir artır. O, çox çətin vəziyyətdə olmasından və həyat yoldaşı ilə pullarını qurtarmasından şikayətlənir. Taksi sürücüsü də işini davam etdirməsi üçün müharibənin tez zamanda qurtaracağına ümid edir. Tehrandakı valyuta treyderi olan Davud isə avro və dollara tələbatın azalmasından danışır. Çox müəssisələr internetin qapadılmasından sonra yoxa çıxdı. Əvvəllər valyuta əməliyyatlarının 90%-i Birləşmiş Ərəb Əmirlikləri ilə ticarətlə bağlı idi. İdxalın böyük hissəsi cənub marşrutu ilə olurdu. Davud deyir ki, İranın Birləşmiş Ərəb Əmirliklərini vurması yəqin ki, onlar da gələcəkdə ciddi problemlərlə üz-üzə qoyacaq. Qeyd edək ki, ABŞ-İsrail-İran müharibəsi fevralın sonundan davam edir. Müharibədən öncə İranın iqtisadi vəziyyəti gərgin idi. Müharibənin başlanmasından sonra İranın ölkədə internetə girişi bağlaması, hazırda ölkə daxilindəki real vəziyyət barədə məlumat alınması imkanlarını da çətinləşdirib. İran hökuməti xaricdə mühacirətdə yaşayan aktyor və ictimai fəal Burzu Ərcməndin və bir neçə ailə üzvünün İranda olan bütün əmlakını müsadirə edib. Bu barədə İran məhkəmə sistemi məlumat yayıb. O, İranla müharibədə iştirak edən tərəflərin kəşfiyyat xidmətləri ilə əlaqə və əməkdaşlıqda günahlandırılıb. Qeyd edək ki, Burzu Ərcmənd film, teatr və televiziya aktyoru və müğənnidir. O, 2022-ci ildə İranda keçirilən ümumxalq etirazlardan sonra ölkəni tərk edib. ABŞ, İran və İsrail müharibəsi ilə əlaqədar İranın müxtəlif əyalətlərində daha 55 nəfər həbs edilib. Bu barədə Mehr xəbər agentliyi məlumat yayıb. Ən çox həbs 50 nəfər olmaqla Mazəndaran əyalətində həyata keçirilib. Rejimə müxalif qruplarla əlaqəli olduqları iddia edilən saxlananlar hava zərbələrinin endirildiyi yerlərdən foto və videolar çəkdiklərinə görə saxlanılıblar. Onlar ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyətdə və kiberməkanda fəaliyyət və ictimaiyyət arasında təşviq yaratmaqda ittiham olunublar. İran əyalətlərinə ümumilikdə 1463 xüsusi nəzarət və yoxlama məntəqəsi qurulub. Bu barədə İran polis qüvvələrinin sözçüsü Səid Müntəzir Əl-Mehdi məlumat verib. Onun sözlərinə görə məntəqələrdə 129 mindən çox polis əməkdaşı, fövqəladə hallar, xilas etmə bölmələri, xüsusi təyinatlı dəstələr və yol polisi daimi olaraq çalışır. Müntəzir Əl-Mehdi həmçinin bildirib ki, ölkə daxilində təxminən 15 min nəqliyyat vasitəsi və motosiklet patrol bölməsi də davamlı olaraq hərəkət edir. Onun sözlərinə görə təhlükəsizlik obyektlərinə hədəflənmiş hücumlar zamanı bəzi hüquq mühafizə orqanlarına dəyən ziyana görə taktiki dəyişikliklə patrol bölmələri polis bölmələrinə və mobil nəzarət məntəqələrinə çevrilib. Ötən sutqa ərzində ABŞ və İsrail hərbi hava qüvvələri İranın 10 əyalətinə hücum ediblər. Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb. Məlumata görə 57 hava hücumu zamanı 108 hədəfə zərbə endirilib. Zərbələr nəticəsində 61 nəfər ölüb və yaralanıb. Bu şəhər nüvə elektrik stansiyası yaxınlığına mərmi düşüb. Bu barədə İRNA məlumat yayıb. Agentliyin məlumatına görə hücumun nəticəsində maliyyə, texniki və ya insan itkisi baş verməyib və obyektin bölmələrinə zərər dəyməyib. İranın Atom Enerjisi Təşkilatı xəbərdarlıq edib ki, bu cür hərəkətlər regional təhlükəsizlik üçün, xüsusilə də Ərəb körfəzi sahilində yerləşən ölkələr üçün təhlükəli nəticələr doğura bilər.
İran ilə ABŞ arasında heç bir danışıqlar yoxdur və İran əleyhinə başlanan qanunsuz müharibədən ötən 25 gün ərzində də belə olmayıb. Bu fikirləri İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqai India Today xəbər agentliyinə verdiyi müsahibəsində bildirib. İran Birləşmiş Ştatlarla danışıqlar aparıldığı barədə yayılan məlumatları təkzib edib. Bəqai əlavə edib ki, ABŞ ilə danışıqlar təcrübəsi İran üçün fəlakətli olub. Biz nüvə məsələsini həll etmək üçün danışıqlar apararkən qısa müddət ərzində 2 dəfə hücuma məruz qalmışıq. Bu diplomatiyaya qarşı xəyanətidir. Bu İranda hazırda məşhur ifadədir. Çünki bu hadisə bir dəfə deyil, 2 dəfə baş verib. Heç kim ABŞ diplomatiyasına güvənə bilməz deyə İran rəsmisi vurğulayıb. ABŞ və İran arasında danışıqlar həftə sonu İslamabadda keçirilə bilər. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Grossi deyib. Bildirilir ki, ABŞ İranla münaqişəni dayandırmaq məqsədilə 15 maddədən ibarət bir təklif göndərib və planın ötürülməsində vasitəçi rolunu Pakistan oynayıb. Bu barədə Associated Press 2 Pakistanlı rəsmiyə isnadən məlumat yayıb. Amerika Birləşmiş Ştatları İranda hökumət dəyişikliyinin artıq baş verdiyini güman edir. Bu barədə ABŞ prezidenti Donald Trump Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Əsasən hökumət dəyişikliyi baş verib, hökumət dəyişib. Çünki indi liderlər bütün bu problemləri yaradanlardan tamamilə fərqlidirlər deyə Trump bildirib. İsrail ordusu bildirib ki, son günlər Tehran şəhərində 2 qanadlı raket istehsalı obyekti vurulub. Məlumata görə həmin obyektlər İranın Müdafiə Nazirliyi nəzdində fəaliyyət göstərirdi. Həmin obyektlər dənizdə və quruda yerləşən hədəfləri vurmaq qabiliyyətinə malik uzun mənzilli qanadlı raketlərin hazırlanması və istehsalı üçün istifadə olunurdu. Ordu bildirib ki, zərbələr İranın qanadlı raket proqramına genişmiqyaslı ziyan vurub və bu hücumlar ölkənin hərbi istehsal infrastrukturunu zəiflətmək məqsədi daşıyan daha geniş əməliyyatın bir hissəsidir. İsrailin Xəzər dənizindəki hərbi dəniz bazasına hücumu Rusiyanın İran rejiminə dəstəyini hədəf alıb və iki ölkənin sursat, dron və digər hərbi texnika daşımaq üçün istifadə etdiyi təchizat yollarından bir nəzərə vurub. Bunu The Wall Street Journal məlumatlı mənbələrə isnadən yazıb. Amerika nəşri yazır ki, ötən həftəki hücum İsrailin dünyanın ən böyük qapalı dənizində ilk hərəkəti olub. ABŞ hərbi dəniz qüvvələrinin əli çatmayan bu dəniz təxminən 960 km məsafədə yerləşən Rusiya və İran limanlarını birləşdirir və bu ölkələrə buğda və neft kimi mallarla yanaşı asanlıqla silah mübadiləsi aparmağa imkan verir.